Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə Mirzə Fətəli Axundovdan Aldanmış Çavakib əsərinin izahını verəcəm. Yusif Şah taxta çıxandan sonra hansı addımları ardıcıl olaraq edir? Əsəd bəyi yanına çağırır və ona əmr edir ki, 12 fərraşı da götür, Səməd bəyi, Yəhyanı, Möhsünü və Zamanı, bununla da yanaşı 2 dənə münəccimbaşı olan Mirzə Sədrəddin və Mirzə Cəmaləddini Ərk qalasına zindana saldır və daha sonra bununla bağlı gəl mənə məlumat ver. İkinci, səhəri gün açılır. Artıq o, zindana saldırdıqları adamların yerinə yeni bir insanlar təyin edir. Təbii ki də bu kim olacaq? Onun dostları idi. Deməli bizə burada sərdarlığı, yəni ordu başçısını verəcək Qurbana, daha sonra mollabaşı vəzifəsini verəcək Molla Ramazana. Artıq burada vəzirlik yox idi. Çünki vəzirliyin yerinə xanlıq gəlmişdi və xanlığı kimə verəcəkdi? Mirzə Cəlilə. Və orada xəzinədarlıq var idi ki, vəzifəsi. Xəzinəni ən çox hesaplayan necə adam olmalıdır? Zəki. Deməli, dostu Zəkiyə də xəzinədarlıq məsələsini ona tapşırır. Bəs hansı vəzifəni ləğv edir? Bəli, münəccimbaşı vəzifəsini ümumiyyətlə ləğv edir. Biz münəccimbaşı vəzifəsinə İskəndərnamə əsərində də rast gəlmişdik ki, burada da Nizami Gəncəvi İskəndərin anadan olmasını münəccimlərin verdiyi xəbərlə çatdırmışdı. Vilayətlərə isə elanlar göndərir və hər bir vilayətə baxıcılar təyin edir. Niyə baxıcı təyin edir? Deyir ki, buradakı insanları incidirlər və bu baxıcılar onlara nəzarət etməlidir. İnsanlara burada şəriət cəzası verilirdi. Şəriət cəzası da o idi ki, buradakı insanların qulağı, burnu kəsilirdi və Yusif Şah taxta çıxandan sonra onları ümumiyyətlə ləğv edilətdirir. Vergiləri isə orta miqdaradək azaldır. Yusif Şaha maarifçi bir obraz deyə bilərikmi? Xeyr. Çünki Yusif Şah eləmək istəyir, amma elətdirmir bunları. Məsələn, deyir, körpülər salınsın, yollar təmin olunsun, məktəblər açılsın. Açdırır demir, açılsın gələcək zamanda. Əgər bunları elətdirsəydi, maarifçi obraz deyə bilərdi. Amma elətdirəcək gələcək zamanda ona görə maarifçi obraz deyə bilmirik. Yetimlərə, şillərə, körlərə isə yardım edilmə əmrini verir. Burada ruhanilərin vəzifəsi o qədər yüksək idi ki, hətta məhkəmə işlərində belə ruhanilər ortaya çıxırdı. Və bundan sonra Yusif Şah əmr verir ki, ruhani olmaq üçün mütləq icazə alınsın. Hər kəs ruhani ola bilməzdi. Bəs kimdən icazə alacaqdı? Ruhanilərin başçısı kim idi? Bəli, Ramazan idi. Bundan əvvəl dedim, artıq Ramazandan icazə alıb ruhani olmalıydılar. Artıq məhkəmə işi ruhanilərdən alınır və doğru insanlara tapşırılır. Dini vergilər isə 4 nəfərə tapşırılır və bu 4 nəfər vergini toplamalıydı, gedib füqəralara yardım etməliydi bu verginin miqdarına, daha sonra isə bununla da gedib dövlətə hesabat verməliydi ki, biz bu vergini topladıq, hansı kasıblara kömək etdik. Əslində çox gözəl tədbirlər etmişdi Yusif Şah. 2 dənə vergini isə ləğv elətdirir. Xüms və İmaməli vergisi idi ki, bunlar ümumiyyətlə ləğv olunur. Kəndlərdən 20də 1, şəhərlərdən isə 10da 1 vergi alır. Görür ki, tacirlər çox varlıdır, satır qazanır, deyir ki, bəs tümənə 5 şahı verməlidir bəs bu tacirlər. Həmçinin tacirlərdən də vergi alınır. Burada Miraxur vardı ki, Miraxur nə edirdi? Xalqa əziyyət verirdi. Topxana isə topçuların maaşını gecikdirirdi. Xəzinədar vardı ki, xəzinədar qəlb pullar qatırdı, saxta pullar qatıb cəmaata paylayırdı. Kəndxuda vardı ki, Qəzvin küçələrini natəmiz saxlayırdı. Yusif Şah bunların hamısını çıxartdırır. Yerinə yenə kimləri gətirər sizə? Bəli, dostlarını gətirir. Səməd bəy bunları eşidir. Axı əsərin əvvəlində ərkə saldırmışdı. Səməd bəy nə oldu? Bəli, infarkt oldu, ürəyi tutdu, öldü. Daha sonra isə üsyan başlanır. Üsyancılar saraya girir və əslində üsyancılar Şah Abbası gətirmək istəmirdilər. Yeni bir padşah istəyirdilər. Daha sonra gedirlər Ərkdə, zindanda olanları çıxarırlar. Bəs Ərkdə olanlar kimlər idi? Deməli, ora artmışdı 6 nəfər, amma artıq 5 nəfər Ərkdə zindandan çıxarılır. Çünki Səməd bəy artıq burada ölmüşdü. Əsər belə bitir. Yəni, sonda da Axundovun əsərə müdaxiləsi var. Və həmin müdaxiləni də kitabdan oxusanız çox aydın başa düşərsiniz.